Salam, vaxtınız xeyir olsun. 13 iyul 2026-cı il tarixidir. Yay fəslinin 23-cü günüdür. Məhərrəm ayının 28-ci günüdür. Məhərrəm ayının sonuncu həftəsinin sonuncu birinci bazar ertəsi günüdür. Günümüz və həftəmiz xeyirli uğurlu keçmiş olsun. 13 iyul günündə kimlər işləri arxasınca gedib, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar, evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, dinc qulaqlı, gözəl xəbərlərlə zəngin olan bir gün keçirməyi, bir həftə keçirməyi arzulayıram. Və 13 iyul günündə kimlər təhsil ilə məşğuldurlar, məktəblər, orta ixtisas, ali məktəb tələbələri, eləcə də digər təhsil ilə məşğul olan hər bir şəxsə can sağlıqlı, sonra isə sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, gözəl xəbərlərlə zəngin olan gözəl bir gün, həftə keçirməyim arzulayıram. Eləcə də qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. 13 iyul günündə kimlərin ki xəstələr var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili bir həftə, bir gün keçirmələrini arzulayıram. Bununla yanaşı isə 13 iyul günündə kimlər anılır, xatırlanır, yad edilir, hər birini xoş anmağı, yad etməyi, xatırlamağı arzulayıram hər birimizə. 13 iyul günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 13 iyul günündə də tarixi hadisələr baş vermişdir. 13 iyul günündə baş verən tarixi hadisələr isə bunlardır. 13 iyul 1908-ci ildə ilk dəfə olaraq qadın idmançılar Londonda keçirilən müasir olimpiya oyunlarında iştirak etdikləri gündür. 13 iyul isə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətində səyyar hərbi xəstəxanaların yaradılmasına başladığı gündür. 13 iyul 1926-cı ildə xalq rəssamı Vidadi Nərimanbəyev Fransanın Kan şəhərində anadan olduğu gündür. Bununla yanaşı 13 iyul 1930-cu ildə Uruqvayda futbol üzrə dünya çempionatı keçirildiyi gündür. 13 iyul 1977-ci ildə New Yorkda demək ilk dəfə olaraq dünyada 25 saatlı işığın elektrik enerjisinin kəsilməsi nəticəsində ictimai əsayişin pozulduğu gündür. Bununla yanaşı isə 13 iyul 1992-ci ildə Azərbaycan Respublikası ilə Oman arasında diplomatik əlaqələr qurulduğu gündür. 13 iyul 2007-ci ildə Azərbaycan Respublikası ilə Türkiyə arasında təmənnasız hərbi yardım haqqında saziş imzalandığı gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.